Bir neçə gündür Bakı şəhərinə, eləcə də rayonlara aramsız yağış yağır. Daş yox ha, yağış yağır. Bakının bir neçə yaşayış məntəqəsi tamamilə suyun altında qalıb. İnsanların ömür boyu zülm əziyyətlə aldığı evlər məhv olub gedib. Neçə gündür fikirləşir, axtarıb, araşdırıram. Suyun altında qalan evlərin heç biri varlı adamların deyil. Ölkədə nə qədər yetim yüsür varsa, hamısı bu problemlərdən əziyyət çəkir. Fövqəladə Hallar Nazirliyi də qayıqlarını götürüb, böyük gölə çevrilən yaşayış məntəqələrinə yollanıb sakinləri təxliyə edirlər. Necə deyərlər, lələ köçüb yurdu qalıb. Amma Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zahir Mikailov və icra başçıları su basan ərazilərə baş çəkiblər. Saytlar da bir reklam kimi işıqlandırır ki, filan məmur əraziyə yollanıb. Elə bil bu məmur Musa Peyğəmbərdir. Əsasını yerə vuran kimi su aralanacaq və sakinləri də xilas etmiş olacaqlar. Bəs yağışdan sonra Bakı şəhəri niyə bu günə düşür? Bu sualın cavabını şəhər salanlar, memarlar, mütəxəssislər daha yaxşı bilirlər. Amma elə səbəb var ki, hər səbəbdən öndə gəlir. İndiki problemlərin yaşanmaması üçün əvvəldən tədbirlər görülməli idi. O tədbirlərdən ən birincisi isə rüşvət almamaq idi. İcra başçıları vətəndaşdan rüşvət alıb su kollektorlarının üstündə ev tikməyə icazə verəndə nəticə də belə olur. İndi o məmurlar işdən çıxarılsa da milyonların üstündə oturub öz rəvan həyatlarını yaşayırlar. Yeni gələnlər də onların atasına rəhmət oxutdurur. Korrupsiya normadan artıq olanda yağış da normadan artıq yağır. Və bu yağan yağışın törətdiyi fəsadların da qarşısını almaq normadan artıq risk tələb edir. Hər addım başı tikilən göydələnlərin Bakıya vurduğu zərbənin nələrə gətirib çıxaracağını düşünəndə isə insan diksinir. Bu ölkədə hamı yarıçılpaq müğənni deyil axı, bahalı yerlərdən ev alıb özünü yağış selindən qoruya bilsin. Və unutmayaq, yağış Allahın nurudur. Ancaq bu nurun altından belə çıxa bilmirik. İraq olsun, bəs sabah Allahın qəzəbi başımıza yağsa necə olacaq?